tamamen sıfırdan yüze her şeyi danışacağım. Her şeyi. Her şeyi. Yani bilirəm ki, o canlıda da baxacaqsan sən, əmin ol ki, yəni hər şeyi ortaya qoyacağım. Sən yalanlar danışırsan bizim haqqımızda, insanlara bizi bir başqa cür tanıdırsan, amma mən olanları deyəcəm. Hər şeyi olduğu kimi deyəcəm. Həyatımıza gəldiyin ilk fırıldaq gündən getdiyin son günə qədər bizdən əvvəlki gizlətdiklərindən tutmuş, bizdən toyundan 2 gün əvvəl gedib nə eləyib, gəlib, bilirsən də nələr deyirəm. Sonra gedib, nələr eləyib, bax, onların hamısını danışacağım, hamısını, inan səmimiyyətimi danışacağım. Yəni, elə ki, nə şiş yansın, nə kebab. Yəni, o xahiş edirəm, bilmədən bəziləriniz qınamayın bizi. Hələ bəziləriniz görürəm, söyüş yazırsınız, haradasa qarış yazırsınız. Siz mənim övladımı tanımırsınız. Bax, bütün yazanlara deyirəm, onun rəfiqəsi belə olanlara hörmətlə yanaşıram. Yəni, hər birimizin çevrəmizdə insanlar var. Nə xoş, nə gözəl, onun rəfiqəsisiz və yaxud da tanışısınız, onun tərəfini tutursunuz, onu müdafiə edirsiniz. Amma olmaz. Axı bizi tanımırsınız. Şəxsən mən tanımadığım insan haqqında kimsə neysə danışanda o danışılan kəsi qınamıram. Bu tərəfə qulaq asaram. Onun özdə məsləhət, əgər haqqım varsa, bacarıramsa ki, özümlə də müəyyən qədər ölçürəm, mənim o insana məsləhət vermə haqqım varmı və yaxud da təcrübəm yetirmi? Sonra, amma bu bir tərəfi heç vaxt durub qınamaram, qarğış tökmərəm, söyüş söymərəm, xüsusən də sosial şəbəkələrdə. Yəni, siz nə qədər dar düşüncəlisiniz ki, bu addımı atırsınız. Nə qədər? Siz düşünmürsünüz ki, həyat şablon da olsa deyəcəm, həyat bumerangdır, həqiqətən.